Məlum olduğu kimi Şimali Makedoniyanın prezidenti ölkəmizə səfər edib. Ümumiyyətlə Azərbaycan Şimali Makedoniya ilə münasibətlərinin inkişafına böyük əhəmiyyət verir və ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Azərbaycan bu gün Avropa İttifaqının 1/3 ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir. Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri də bu gün ən yüksək səviyyədə davam etdirilir. Nəzərə almaq lazımdır ki, Şimali Makedoniyanın prezidenti Gordana Davkovanın Bakıya səfəri, cənab prezidentlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar çox böyük əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan və Şimali Makedoniya arasında bundan sonra ticarət, iqtisadiyyat, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini biz görəcəyik. Onu da xatırlatmaq lazımdır ki, Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Georgi Ivanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün ölkəmizə işgüzar səfərdə olub. Həmin səfərlər zamanı da Azərbaycan prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda diqqətə çatdırmaq lazımdır ki, dövlət səviyyəsi ilə, dövlətlərarası müstəvi ilə yanaşı, eyni zamanda parlamentlərarası əməkdaşlıq səviyyəsi də inkişaf edib ölkələrimiz arasında. Qeyd olunmalıdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradılıb və böyük fəallıqla fəaliyyət göstərir. Eyni zamanda qeyd etmək lazımdır ki, Xarici İşlər Nazirləri səviyyəsində də bu əməkdaşlıq, bu münasibətlər yüksək səviyyədədir. Elə cari ilin fevral ayında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın Xarici İşlər Naziri öz Makedoniyalı həmkarı ilə görüşü və bu görüşdə qarşılıqlı fayda kəsb edən məsələlər müzakirə olunub. Eyni zamanda əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edilib. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafı hər iki ölkənin strateji maraqlarına xidmət edir və buna uyğun şəkildə də müsbət yöndə irəliləyir. Bu əməkdaşlıq, bir daha təkrarlayım, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə möhkəm təməllər üzərində qurulub və gələcəkdə də daha geniş səviyyədə, daha geniş şəkildə inkişaf etməsi gözlənilir və Şimali Makedoniya Respublikasının prezidentinin də ölkəmizə səfəri məhz bunun əyani sübutudur.